Novruzumuz Arazdadır. Bəli, Novruz adətlərimizdən biri də balıq yeməklərinin hazırlanmasıdır. Mən bu gün də gəlmişəm ki, qəşəng bazarlıq edeyim, bir balıq yeməyi hazırlayım. Amma düzün desəm, nə balıq yeməyi hazırlayacağım, hansı balıq yeməyi hazırlayacağım, onu hələ ki bilmirəm. Gedim əvvəl balıqlara baxım, balığı seçim, ondan sonra yeməyin nə olduğunu deyərəm. Hoş gördük. Bayramımız mübarək. Həm Ramazanımız, həm də Novruzumuz mübarək. Və Novruzda da bir təşəkkürlər. Çox sağ olun, çox sağ olun. Bəh. Balıqlar da bir-birindən gözəl, təzə. İcazə verirsə bir balığa toxunub. Əlcə edilmişdir. Ay sağ olun. Başqa. Təşəkkürlər. Çox sağ olun. Bir bəsdir. Deməli, balıq alanda həmişə nəyə baxırıq? Üstü parlaqdır, söz yoxdur, buzun içindədir, buz qırıntıların içindədir, deməli soyudulmuşdur, təzədir və nəyə baxırıq? Barmağımızla atırıq, balıq geri qayıdırsa təzədir, gözlərinə baxırıq, aldı, əlvandır və parıltılığı yerindədir. Bir də ki, barmağımıza batırıq, əgər iz qalmırsa, barmağımızın izi qalmırsa, geri qayıdırsa, deməli balıq da təzədir. İndi adınız necə oldu? Salam aleyküm, xoş gəldiniz. Mənim adım Muraddır. Sizin necə qulluq eləyək, yəni milli mətbəxlərdən, yəni bizdə kütün balığıdır, kefalı balığıdır, sonra farellər var, digər balıqlar, sazanımız var, xani balığımız var. Yəni siz hansı yeməkdə, hansı mətbəxdə, hansı balığı istifadə edə bilərsinizsə, Bəlkə deyirəm bu dəfə xamı götürün. necə məsləhətdir mənim? Murad bəy, hələ ki qərar verməmişəm, amma fikirləşirəm. Niyə görə? Bax, belamur almışdım. Belamurdan qəşəng buğlama elədim. Ləzzətli, öz yerində. Sonra getdim qəşəng kütüm aldım. Kütümdən də balıq dolması elədim. İndi deyirəm bəlkə xanı götürüb. Xanını qızardaram manqalın üstündə. Onu fərqli bir tələvəzlərlə və yaxud da bəlkə də düyü ilə bir yerdə eləyərəm. İndi baxaram. Bir xanından da baxaq. Bir onu göstərin. Deyən, saxla. Böyle bunu qızartma eləyim. Ha? Manqalda töv. Töv. Turşunu da alarıq turşunu. Aha. Birini çıxar. Bəh. Hanıdır ya. Hanı deyir ki, onu qəşəng xana layiq şəkildə bişir. Ləzzətlə. Özdə hər bir şey bildir ağa. Balığın başına üçün ürəyim gedir də mənim. O zaman bunun başı əsl yeyilməli başdır ya. Həm də vitamindir. Bəli. Faydalıdır. Əsl yeyilməli başdır. Onu qəşəng bişirirsən, ləzzətlə turşulayırsan, kərə yağından da vurursan ona, dadlı yeyirsən. Bunu zəhmət olmasa mənim üçün təmizləyin. Baş üstə. İçini, yəqin ki o xidmət var da sizdə. Təmizləyirsiniz pullarını, içini. Qaldığınızda və sizin qolluğunuzdayıq. Bəh. Araz balığı ilə Novruzumuz Arazdadır. Yuyuldu, təmizləndi. İçini də elə təmizlədilər ki, təşəkkürlər Murad, çox sağ olun. Ödü partlamasın. Ödü ki partladı ya, onun əti acı zəhər olacaq. Və Murad bunu təmizləyə yox, mən fikrimi dəyişdim. Mən bundan qızartma yox, manqalda bişirmə yox, mən bundan bir nə hazırlayacağım. Lavangi özündən lavangi. Onun içini qəşəng dolduracağım lavangi ilə. Yanında da polo. Polo da nə polo, üstünün yağı ilə. Gedək düyümüzə bax. Plovu mən çox sevirəm və o plovu da hər kəs bir cürə hazırlayır. Plovun növləri də çoxdur, hazırlanma növləri çoxdur. Amma aş başqadır, plov başqadır, daşma başqadır. Bunların hamı canına çəkmə başqadır, hamısı fərqli-fərqlidir. Mən bu dəfə ləvəngi üçün plov hazırlayacağım. Bu plov üçün də mənə lazımdır uzun düyü.
Uzun düyü Hindistan basmati növündən istifadə edirəm. Qəşəng uzanacaq və onun ləzzəti, dadı o ləvəngi ilə bambaşqa olacaq. Novruzda bir çox adətlərimiz var. Bu adətlərdən biri də ölənlərin yad edilməsidir. Mənim də yadıma nə düşdü? Plovu bişirəndə həmişə nənəm rəhmətli plovun düyüsünə qatıq vururdu ki, düyülər əzilməsin, dəndən qalsın, özü də dadlı olsun. Mən də elə bax bir bankada qatıq götürürəm. Düzdür, hamısını işlətməyəcəm. 2 qaşıq ora içinə qatacağam ki, onda düyü həm qəşəng olur, həm həlimli olur, həm dadlı olur və bambaşqa görüntüdə olur. Bir sözlə əsl ləvənginin dadına uyğun olacaq. Ləvənginin əsas ingrediyenti qoz ləpəsidir. Qoz ləpəsini seçərkən həmişə diqqət etmək lazımdır. Kəpəkli olmasın, dəndən olsun, yağlı qoz ləpəsi olsun. Belə olanda ləvəngi də dadlı olacaq. Biraz zirincli götürürəm. Plov üçün zirinc lazımdır. Plovu qatacağım ki, biraz turşuluq gətirsin ona. Ləvəngini qırmızı soğanla yeyəsən, qırmızı soğanla qəşəng olur, dadlı olur. Və o soğanı xırda doğrayırsan. Və ət çəkən adam var, ət çəkən maşından keçirdir, sonra suyunu sıxır, özünü istifadə edir. Adam oradan çox suyunu istifadə edir, özünü istifadə eləmir. Mən amma xırda doğrayıram, qoz ləpəsi ilə qarışdırıram, elə edirəm. İndi bir nəfər var idi, o burada olsaydı deyərdi ki, bəsdədə, nə qədər soğan götürürsən axı, ləvəngi bu qədər soğan olmaz axı. Zoğal turşusu da var, alça turşusu da var. Zoğal turşusu ancaq balığın üstünə çəkmək üçündür. Alça turşusu isə ləvəngiyə qatmaq üçündür. Alça, gavalı turşusu ləvəngiyə qatmaq üçündür. Mən ləvəngiyə qatmaq üçün götürürəm. Amma balığın üstünə çox az miqdarda istifadə edəcəm deyə elə alça turşusundan bir balaca su ilə qarışdırıb onun üst hissəsinə çəkəcəm ki, çox yandırmasın onu. Qəşəng qızarsın, qəşəng pişsin. Bir də balığın yanında təbii ki, nar şərab mütləq hər zaman. Nə olursa olsun, nar şərab həmişə balığa fərqli. Düzdür, mən balıqları sosla yeməyə xoşlamıram, amma balığın yanında sos vermək bu mütləqdir. Yumurtanı nə üçün götürürəm? Qazmaq üçün. Bəli, qazmağı xəmirdən eləyirlər çox vaxtı, amma tənbəl variantı yumurtanı tökürsən, biraz qatıq, biraz da düyü qarışdırırsan, tökürsən plovun altına, qəşəng qazmaq tutur, amma dadlı, ləzzətli olur. Biraz da ona cirə qatırsan, çox maraqlı dad olur. Arazda fərqli dadlar, fərqli ləzzətlər var. Burada da pendirli biber dolması var. Bunu nə üçün götürürəm? Bunun ləvəngi heç bir dəxli yoxdur. Bu bilirsiniz nə üçündür? Birazdan o videonu çəkəndən sonra Günlər xanım deyəcək, heç mənim üçün heç almamısan. Onda amma deyəcəm ki, bu da sənin. İndən verim yoxsa birazdan? Rüşvət. Yo, indi bu dəfə çox bazarlıq elədim axı. Bu dəfə Günlər xanım üçün hədiyyə almışam. Bu dəfə başqa şeylər çox almışam. Ona görə də 4 nəfərə görə hesablamıyor da, bu da çoxdur. Bəh. Deyirəm, heç nə yox, heç yemək pişirmə. Elə bax, odunun başında dayan belə. Yavaş odun qalaya. Özün üçün, yemək də lazımdır axı. Yemək də lazımsa da yeməyi də pişirək. Bəli, dəyərli izləyicilər, bazarlığı elədim. Nələr aldım, gördünüz. Hamısı qarşımda və bunlardan da dadlı, ləzzətli, özümüzün istədiyimiz və bizim ağız dadımıza uyğun şəkildə olan dünyanın ən möhtəşəm yeməklərindən olan biz Azərbaycanlılar üçün təbii ki, ləvəngini hazırlayacağım. Ləvəngi üçün nələr lazımdır? Bunların hər birini gördünüz. Nəyi alarkən necə almaq lazımdır? Bunların da şahid oldunuz. İndi başlayaq bunu necə bişirmək lazımdır, onu göstərim.
Adam var ki, soğanı ət-çəkən maşından keçirdir. Adam var ki, müasir dövrə uyğun olaraq blenderdan keçirdir. Mən bunu xırda-xırda doğrayıram. Elə əvvəldən də belə görmüşəm, əvvəldən də belə öyrənmişəm. Necə öyrənmişəm, necə əlim yatıb, necə dadını sevmişəmsə, elə o qayda ilə də bunu hazırlayıram. Çünki bir dəfə bir Lənkəranlı xanım var idi. Nəsə ləvəngidən danışanda dedi mənə ki, avalım, o ləvənginin soğanını, suyunu sıxıb atmazlar. Sən onun suyunu sıxıb attığında o nə dad oldu, onun nə ləzzət oldu. Dedim, yaxşı, bəs mən bunu necə edeyim? Necə olmalıdır bu əslində? Bir onu biz talışlar belə fərqli formalarda hazırlayırıq. Amma ən yaxşı variantı o deyirdi ki, mənə görə budur və mən indi deyirəm ki, doğrudan mənə görə də artıq budur. Soğanı xırda-xırda doğramaq və soğanı əzilmiş qoz ləpəsi ilə bir yerdə əzmək. Əslində tam orijinal variantı da biraz başqa cürdür. Biz necədir? Xalqların hər birində yeməklərin hazırlanmasının fərqli texnologiyalar var. Güley, sənə bir şey danışım. Deməli, bir dəfə efirə çıxan aşpazlardan biri mənə deyir ki, bəs bir dənə sənlə şəklini atıb mənə balığın. Deyir, sənlə bir dənə bax gör, balıq fotogigiyen içindir. Fotogigiyen için ya, fotogiyen için ya. Dünya. Məndə bağda hər şey professionaldir. Ona görə də elə qabda bax, elə qəşəng nərjəvik alətlərdir. Ona görə də bax mən belə qabda onu qarışdırıram. Belə qabda həm rahatdır, həm də daha əl üçün yatımlıdır. Sizə də məsləhətim odur ki, ya şüşədə, ya da nərjəvik qabda eləyin. Plasmas qabda heç vaxt qarışdırmayın. Niyə? Çünki turşu var burada. Turşu istərsən o plasması yeyir, qarışdırır ləvəngiyə. İndi də qoz ləpəsini aparıram, qəşəng yuyacam. Bunu əzəcəm. Ət-çəkən maşından da keçirmək olar, blenderdan da keçirmək olar. Mən bunu qəşəng əzib gətirib gəlirəm. Turşu. Əsas buna dad verən turşudur. O da baş. Çox oldu. Oruc olmasam yeyərdim. İndi nə qaldı burada? İstiyor. Bəh. Buzunu da əlavə edeyim. Vəssalam. İndi başlayıram bunu yoğurmağa. İndi bax, əsas məsələ bunu yoğurmaqdır. Amma elə eləmək lazımdır ki, soğan bəzi adamlar deyir ki, soğan xırda doğrayırsan, soğan onun içində qalar, jığ-jığ eləyər ki. Xeyr əzim, heç bir jığ-jığ eləmir. O, balığın içində, toyuğun içində elə qəşəng bişir ki, nabarı dadı çox qəşəng olur, maraqlı, ləzzətli dadı olur. Balıq elə bir məhsuldur ki, balıq duzu sevir. Bir də ki, balıq özünə lazım olan qədər duz götürür. Neyinsə elə o şor ola bilməz, çox. Onun özünə lazım olandan artıq duz götürə bilməz. Bir də ki, duzlayanda onu belə qəşəng gidizdirmək lazımdır. Keçir indi ləvəngini doldurmağa. Ləvəngini belə qoyarlar. Bəzi yerlərdə, restoranlarda ləvəngin balığın içində qoyurlar ki, elə bir ki, mağazanın yanından pireşki almışsan. Deməli, buna çox adam qarın hissəni tikir. Mən ümumiyyətlə tikmə işlərinə baxmıram. Ona görə də tikmə mənliyi deyil. Bunu qəşəng belə bağlayıram.
Əssalam. Ləvəngisi dağlar. Ay dağıldı ya. Dağılıb da eləyən deyil. Balığı çox yağlama ehtiyac yoxdur. Üngülvari. Çünki özü də yaxşı balıq, qəşəng balıq, yağlı balıqdır. Yapışar, yapışmaması üçün ona biraz yağ tökdüm. Yağ onu biraz da belə tərpədirik. Hərdən bir pişə-pişədir. Biraz onu belə oynadırıq ki, orada sulanıb yapışmasın. Ona görə də heç bir qorxusu yoxdur. Getdik sobaya. Balığımız bişmədə olsun. Biz də yavaş-yavaş başlayaq. Pulovumuz üçün düyünü yuyaq, təmizləyək, isaqda saxlayaq. Sonra da yavaş-yavaş bişirək. Tuzunu əlavə edirik. Bir duzsuz düyüyə dadına gərək. Və düyüləri əlavə edirəm. Yavaş-yavaş. İndi əsas o nüans, qatıq. İndi bu düyünün dadına bax da sən sonra da. İftarda inşallah Allah bütün oruç tutanların orucunu qəbul etsin. Ramazanda Ramazan süfrəmiz Arazdadır. Və gözəl təsadüfə bax ki, bu Ramazan, bu bizim üçün müqəddəs olan, bizim üçün əziz olan bayram bizim üçün yeni illə, yeni doğuluşla, yeni ərəfə ilə, yeni ab-hava ilə üst-üstə düşür. Ramazan bayramı və Novruz bayramı. Ramazan ayında Novruz bayramının başqa ləzzəti var. Özdə bu ləzzət Arazdadır. Pulavunki nədir? Yağ, belə. Yağı da qəşəng qoyuruq xırda-xırda özü üçün ərisin. Pulovu da süzmüşəm. Tam belə qəşəng suyu çəkilsin, süzülsün. Ondan sonra onu da gətirim. Qazmağını düzəldəcəm burada. Qazmağı düzəldəndən sonra da üstündən yağını, zirincini, ləzzət. Ləvəngin, nə ləvəngi? Balıq ləvəngisi. Bəh. Oyda, ləvəngi mənim əsl, bu mənim xoşladığım ləvəngidir. İndi ola bilər ki, yazasınız ki, ləvəngi belə olmur. Biz ləvəngini başqa cür hazırlayırıq. Biz nə bilim, astaradayıq, Lənkərandayıq. Biz bunu bu formada, mən ləvəngini bu formada bir Lənkəranlıdan öyrənmişəm və bu formada da bu günə qədər hazırlayıram. Bu mənə görə ən möhtəşəm ləvəngidir. İftar zamanı yavaş-yavaş yaxınlaşır. Allah tutduğunuz orucu, etdiyiniz dualar bəh qəbul etsin. Süfrəniz hər zaman bol, ruzu, bərəkətli olsun. Necə demişdim? Balığınki duzdur, pulovunki yağdır. Necədir günlər? Novruzumuz Arazdadır. Süfrələriniz həmişə bol, ruzu, bərəkətli olsun. Allah tutduğunuz orucu da, etdiyiniz duaları da qəbul etsin inşallah. Qazmağa bax. Mən qazmaq yənəm. Nə olur olsun qazmağı qəşəng olsun. Bəh.